Oruç tutanlara, yəni iftar vermək savabı böyükdür. Amma kəffarə verilməlidir miskinə. Miskinə verməsə, sadəcə oruç tutanlara versə, imkanlı adamlardırsa, miskin deyirlərsə, onda kəffarə sayılmır. Ona görə miskinlərin sayı dəqiqləşdirilməlidir ki, bu adam yəni tutmadığı günlərin sayı qədər miskinə iftar və yaxud da heç iftar şərt deyil, o da Ramazandan sonra yedizdirə bilər. Və yaxud da müsafirdir, gəlib miskindir, heç oruç tutmur, müsafir olduğu üçün ona da yedizdirə bilər. Və yaxud da xəstə adamdır, həm miskin, həm xəstədir, oruç da tuta bilmir, miskindir. Ona da yedizdirə bilər, hətta gündüz də belə deyək də. Əsas odur ki, miskinə yemək verməlidir. İftar olsa daha yaxşı olur, həm iftar savabı və həmçində kəffarə boynundan düşür. Amma yenə də ola bilər, misal üçün iftar verilir, deyək ki, hər gün 50 nəfər, 60 nəfər, 100 nəfər. Bu 50-60 nəfər içərisində miskinlərin sayını bəlli eləməlidir ki, o kəffarədən nə qədər getdi bilsin. Məsəl üçün 50 nəfərin içində 3 nəfər miskin var. Onu qeyd eləməlidir ki, 3 nəfər kəffarəsi getdi. Sonra belə-belə Yedizdirməli yoxsa produkt kimi eləmək olar? yedizdirsə yaxşıdır da. Olar yoxsa yox? Çünki miskinin... Onlar əgər produktu yəni aparıb dükana verib, sonra gətirib pulunu, işıq pulu verməyəcəklərsə. Ola bilər miskindir, ehtiyacı var, produktu apara verər, ərzağı verər, dükana pul götürür, işıq pulu, qaz pulu onu verəcək. Yəni kəffarə olmayacaq. Şərt orada yedizdirməlidir. Ya da ki, verəndə deyirsən ki, bəs budur, bu ərzaqdır, biraz da əlavəsini verirsən, duzudur, amma hər şey verilməlidir, duzu, suyu, yağı ki, o tam şəkildə yəni o kasıba, miskinə yedizdirilmiş sayılsın da. Özün bişirəndə nə istifadə edəcəksən? Həmən o nə istifadə edəcəksən, hamısını verirsən ona ki, həmən o ərzaqla yemək hasil olsun, bunlar da yesinlər. Və deyirsən ki, bu yəni 3-5 nəfərin yeməyidir, siz də evdə 3-5 nəfərsiniz, bunu bişirib yəni yeməyiniz lazımdır ki, birdən satarlar, eləyərlər nəsə. Vermək daha asan gəlir. Oruç tutan şərt deyil. Oruç tutana yedizdirsən, yəni 2 qat savab olur, belə deyək də. Həm kəffarə boyundan düşür, həm də iftar savabı olur. Amma ki, o kəffarə verilən adamlar mütləq miskin olmalılar.